Salamlar. Bugünkü dərsimizdə adi kəsrlərin onluq kəsrlərə çevrilməsi haqqında danışacağıq. Adi kəsrlər onluq kəsrlərə çevrilməmişdən əvvəl həmin kəsrlərin, yəni adi kəsrin məxrəcinin sadə vurğularına fikir verməliyik. Məsələn, bizə verilən ədədin adi kəsr ola bilər 80-də 7 və bunun 80 sadə vurğuların hasil şəklində daha doğrusu göstərsək, 2 vurulsun 2 vurulsun 2 vurulsun 2 vurulsun 5. Yəni sadəcə 2-lərin və 5-lərin hasilindən ibarətdir. Bunu da yaza bilərik. 2 üstü 4 vurulsun 5 üstü 1, yəni 1 yazılmır. Belə olduğu halda verilən kəsri adi kəsrə çevirmək üçün sadəcə fikir verməliyik ki, bunu yazaq. Məxrəci və sürəti elə bir ədədə vurmalıyıq ki, məxrəcdəki 2-lərin və 5-lərin sayı 1 olsun. 80 ədədində, yəni bizə verilən kəsrdə 80-dəki sadə vurğuların 2-lərin sayı 4, 5-lərin isə sayı 1-dir. Deməli, biz sürət və məxrəci 3 dənə 5-ə vurmalıyıq. Yəni 5-in kubuna vurmalıyıq ki, məxrəcdə 2 dənə 4, üzr istəyirəm, 4 dənə 2, 4 dənə də 5 olsun və məxrəc mərtəbə vahidinə çevrilsin. Belə olan halda sürəti vururuq 7 vurulsun 5-in kubu. Məxrəc də vurulur 2 üstü 4 vurulsun 5 vurulsun 5-in kubu. Təbii ki, 5-i 5-in kubuna vuranda 5-in qüvvəti 1, 5-in kubunun qüvvəti 3 olduğuna görə bunlar cəmlənir. Və biz deyirik ki, 2 üstü 4 vurulsun 5 üstü 4 olur. Təbii ki, cəmlənən qüvvətlərdir. Sürətdə isə 125, yəni 5-in kubu vurulsun 7 şəklində göstərilir. 2 üstü 4 vurulsun 5 üstü 4 bərabərdir 10 üstü 4-ə. 10 üstü 4, sürətdə isə 725, üzr istəyirəm, 125 vurulsun 7 bərabərdir 875-ə. Yəni ki, 80-də 7 bərabərdir 0,, üzr istəyirəm, yəni belə yazmayaq, 10 üstü 4 daha aydın şəkildə yazaq. 10.000-də 875, yəni 0,10.000-də 875 şəklində yaza bilərik. Biraz çətin nümunə oldu, ona görə bir neçə sadə nümunə daha vermək istərdim. Təbii ki, burada haqqında danışmadığımız mövzular, qüvvətlərin eyni əsasa sahib olan üslü ədədlərin vurulması və s. Bunlar barədə növbəti dərslərimizdə danışacağam. Gəlin yazaq, daha sadə bir nümunə olsun. 16-da 3 ədədi. 16-da 3 ədədinin məxrəcinin sadə vurğularına ayırsaq, 2 dənə 4 dənə 2-mi əldə edərik. Sürətdə 3 və məxrəcdəki 2-lərin sayı 5-lərin sayı ilə eyni olması üçün biz sürəti və məxrəci 4 dənə 5 ədədinə vuracaq. Yəni belə yazaq. 2 vurulsun 2 vurulsun 2 vurulsun 2 vurulsun 5 vurulsun 5 vurulsun 5 vurulsun 5. Sürəti isə 3 vurulsun 5 vurulsun 5 vurulsun 5 vurulsun 5. Sürəti və məxrəci eyni ədədə vurduğumuza görə kəsrin qiyməti dəyişmədi. Kəsrin əsas xassəsidir bu. Kəsrin məxrəcində 2 vurulsun 5 10. Yəni 2 vurulsun 5 10. Növbəti 2 vurulsun 5 o da 10. Növbəti 2 vurulsun 5 o da 10. Və axırıncı 2 vurulsun 5 cütlüyü bizə 4 dənə 10-un bir-birinə vurulmasını göstərir. Sürətdə isə 1875 ədədini əldə edirik. Məxrəcdə 4 dənə 10-u bir-birinə vuranda birdən sonra 4 dənə 0 əlavə edilir. Bunu mərtəbələr haqqında danışdığımız dərsdə bu barədə danışmışdı. Əgər 2 dənə 10 bir-birinə vurularsa, 1 və 0-ların sayı, vurulan mərtəbə vahidlərindəki 0-ların sayı hasildə yazılır. Misal üçün, mövzudan kənar bir nümunə verək. 100 vurulsun 10, 2 mərtəbə vahidini bir-birinə vurduğumuza görə 1 yazılır və vurulan ədədlərdəki 0-ların cəm sayı nə qədərdirsə, burada 2 0 var, burada 1, deməli cəmi 3 dənə 0 var və birdən sonra 3 dənə 0 qoyulur. Eynilə də bu nümunədə 10 vurulsun 10 vurulsun 10 vurulsun 10 mərtəbə vurğularının hasili olduğuna görə yenə 1 yazılır və cəm sıfırların sayına baxılır. 1 0 burada, bir digər 0 burada və ümumiyyətlə 4 dənə 0 olduğuna görə birdən sonra 4 dənə 0 olunur, hansı ki 10.000-ə bərabərdir.
Sürətdə isə əvvəldə hesabladığımız kimi 1875, yəni 3 vurulsun 5 vurulsun 5 vurulsun 5 vurulsun 5 1875-ə bərabərdir. Belə olduğu halda biz deyə bilərik ki, 16-da 3 ədədi bərabərdir 0,10 1875 ədədinə. Başqa bir nümunəyə də baxaq. Bu dəfə götürəcəyimiz nümunədə çalışacağım 5 ədəddə olsun. Verilən nümunə ola bilər bizdə 50-də 27, 50-ni sadə vurultuların hasili şəklində yazsaq, 2 vurulsun 5 vurulsun 5 şəklində göstərə bilərik. Sürəti 27 kimi saxlayırıq. Məxrəcə fikir verirsinizsə, məxrəcdə 5-lərin sayı 2, 2-lərin sayı isə 1-dir və biz 2-lərin və 5-lərin sayını bərabər etməliyik ki, məxrəc 10-un vuruğu şəklində göstərilsin, yəni bir mərtəbə vahidi kimi göstərilsin. Buna görə də sürəti və məxrəci 2-yə vururuq və beləliklə məxrəcdə də 2 dənə 2, 2 dənə 5, sürətdə isə 27 vurulsun 2 olacaq. Yəni sürəti birinci yazaq. Məxrəcdə isə 2 vurulsun 2, vurulsun 5, vurulsun 5. Bu da bərabərdir 4 vurulsun 25-ə, hansı ki 100-ə bərabərdir. Məxrəcimiz olacaq 100, sürətimiz isə olacaq 54, yəni 50-də 27 ədədi bərabərdir 0,54-ə. Və beləliklə etdiklərimizi qısa izah edəsi olsaq, bizə verilən adi kəsirin məxrəcinə baxırıq. Əgər verilən adi kəsirin məxrəci 2-lərin və 5-lərin, yəni sadə vuruqların hasili şəklində göstərilərkən 2-lərin və 5-lərin hasilindən ibarətdirsə, biz sadəcə sürəti və məxrəci elə bir ədədə vurmalıyıq ki, məxrəcdə olan 2-lərin və 5-lərin sayı bərabər olsun. Beləliklə məxrəc bir mərtəbə vahidinə çevrilir və sürət də bizim onluq kəsirin məxrəci olur, üzr istəyirəm, sürət olur və asanlıqla biz həmin kəsiri məxrəci mərtəbə vahidi olduğuna görə, yəni məxrəci 10, 100, 1000, 10.000 şəklində göstərildiyinə görə asanlıqla həmin kəsiri biz adi onluq kəsir kimi göstərə bilirik. Bəs soruşula bilər ki, məxrəcə 2 və 5-lərin hasili şəklində göstərilməyən ədəd olsa biz necə edirik? Necə üzr istəyirəm, 7 çox sadə olacaq. 14-də 1 olsun. Həmin ədədi necə onluq kəsirə çeviririk? Əvvəla bunu demək istərdim ki, əgər sizə verilən kəsirin məxrəci 2-dən və 5-dən başqa bir ədədlərin, sadə ədədlərin hasili şəklində göstərilə bilirsə, yəni 14 ədədində bu nümunəmizdə 2 vurulsun 7. Verilən ədədin məxrəci 14 ədəddir bu nümunəmizdə. Həmin ədədin məxrəcində 2-dən və 5-dən başqa sadə vuruğu olarsa, bu nümunəmizdə də olduğu kimi, o zaman həmin ədədi biz sonlu onluq kəsirə çevirə bilmərik. Yəni 0,54 əvvəlki dərsimizdə dediyimiz kimi sonlu onluq kəsirdir. Lakin əgər məxrəcdə olan sadə vuruqlar 2-dən və 5-dən başqa sadə vuruq varsa, belə olan halda həmin adi kəsiri biz sonlu onluq kəsirə yox, sonsuz dövrə onluq kəsirə çevirəcəyik. Belə olan halda biz bu üsullardan istifadə edərək bunu təbii ki edə bilməliyik və buna görə də biz çubuqlu bölmədən istifadə edirik. 1/14 ədədini onluq kəsirə çevirərkən uzun bir bölmə əməli olacağına görə daha qısa bir nümunə götürə bilərik. Deyək 3/11 ədədi. Təbii ki, məxrəc 2-lərin və 5-lərin hasili şəklində göstərilmir. Buna görə də çubuqlu bölmə şəklində yaza bilərik. Tam hissədə olan 11-lərin sayı 0-dır. Buna görə də 0 qoyub vergül yazırıq. Yəni tam hissəni, onluq kəsirin tam hissəsini artıq tapmış oluruq. 3 və 3 ədədi əslində 3 ədədindən sonra vergül qoyub istədiyimiz qədər 0 əlavə edə bildiyimizə görə, bundan sonra da 3-ün yanına istədiyimiz qədər 0 əlavə edə bilərik. 30 ədədini 11-ə bölərkən natamam qismətimiz 2, qalığımız isə 8 olur. 0,22 qalıq 8. 8 ədədində yanına bir 0 əlavə edə bilərik. 80-də olan 11-lərin sayı 7-dir. Natamam qismətimiz 3-dür. 3-ün də yanına bir 0 əlavə edə bilərik təzədən. Belə olan halda yenə 22 olacaq cavab. Natamam qalığımız 8 olacaq və gördüyünüz kimi artıq 8-lər və 2-lər təkrarlana gedir və buradakı cavabımız da 27, 27, 27 və 27 dövr edərək davam edir cavabımız. Buna görə də biz deyirik ki, 11-də 3 ədədi əslində elə bərabərdir 0,27, yəni sonsuz dövrə onluq kəsir kimi göstərilir. Belə olan halda ümumiyyətlə, əgər sizin, yenə deyirik, əgər sizə verilən adi kəsirin məxrəci
sadə vurğuların hasil şəklində göstərilərkən 2-dən və 5-dən başqa bir sadə vurğu varsa, ola bilər 7, 11, istənilən bir sadə vurğu ola bilər. 2-dən və 5-dən fərqli bir sadə vurğu varsa, onun tərkibində, deməli həmin adi kəsiri sonlu dövrü onluq kəsirə çevirmək mümkün deyil və siz onu adi onluq kəsirə çevirmək üçün çubuqlu bölmədən istifadə etməlisiniz. Çubuqlu bölmədən istifadə edərkən də sizin alacağınız cavab sonsuz dövrü onluq kəsir olacaq. Bugünkü dərsimizin də sonuna gəlmiş olduq. Ümid edirəm ki, izahlar sizə aydın oldu. Hər hansısa bir sual və ya rəyləriniz üçün rəylər bölməsini və mənim e-mail adresimə istifadə edə bilərsiniz, hansını ki, izahlar bölməsinə tapa bilərsiniz. Sağ olun, gələn dərsə qədər.